maşını satırıq, nömrəni götürürük. Getdi. Müğənni Xuraman Şuşalı 18 ildir idarə etdiyi avtomobilini satıb. Bu barədə ifaçı sosial şəbəkədə məlumat yayıb. Sevdiyim maşınımla ayrıldıq. Düz 18 il sürdüm ağatımı. Yolun açıq olsun. İnanın ki, ətrafımda hər kəs dedi ki, sat. Bu sənə yaraşmır. O sözlərdən bezdim. Bir də ki, 4.2 benzin mühərrik idi. Xalq artisti Gülyan Axməmmədova oğlu Fikrətlə bağlı paylaşım edib, müğənni övladının ad günü olduğunu bildirib. Gülyan Axməmmədova övladlarının olduğu fotoları yayımlayıb. O oğlunu doğum günün mübarək, əziz Fikrət balamız sözləri ilə övladına təbrik edib. Qeyd edək ki, Ziya adlı şəxslə ailəli olan müğənninin 4 övladı var. Məşhur model Günay Musayeva Gürcüstana istirahətə yollanıb. O səyahətə oğlu Cahangirlə gedib. Günay Gürcüstandakı qış turizm mərkəzlərindən birində dincəlib. O, övladı olan fotoları sosial şəbəkə izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Günay sonuncu dəfə həyat yoldaşı Tolqa Karellə yaşadığı qalmaqalla gündəmə gəlib. O, keçmiş həyat yoldaşının oğlu Cahangirlə maraqlanmadığını bildirmişdi.